Deməli, hansı ədəd ən böyükdür? Əgər ki, alt 1-dən böyük ədəddirsə, böyük olan elə böyükdə götürülür. Yəni, misal üçün, 9-dur 5-də 1. Qutardı, getdi. Aydındır? Elə bir şey yoxdur. Burada nə olur? Üstün üstü vurulur. Köhtü vuranda 3, o da nə olur? 27. Bu səhv eləmirəmsə, bu il imtihana düşmüşdü. Yemin oy bu sual. Burada. Bax, bu biraz qarışıqdır. Bax, 9-u yazırsan 3 üstü 2, dərəcəsi də 3 olduğu üçün 3 aşağı. Burada 3 yazırsan, bu 2 dənə dərəcənin içindədir. 1, 2, bir də 3. Nə qədər o dərəcə? 6. Amma 3-ün üstündə içinə yazılmayıb deyə 1 götürürük. Oldu bura qədər. Keçdik bura. Aşağıda 3-ün üstündə içinə yox deyə 1, dərəcə nədir? 2. Yəni 3 üstü 2-də 1 olur bura. Bura bax. Bu da 3 üstü 3-ü 2-yə vuranda 6-da 1. Yox, mötərizəymiş. Elə bilim, köçdü. Mötərizə üstü 3. İndi bax buna. Bununla getdi. Bölmədə üstlər çıxılır. Yəni, elə bil, buranı 3-ə vuracaqsan, buranı da 2-yə. 6-da 4-dən 6-ya çıxanda 3 üstü 6-da 1 qalır. Üstün üstü də vurulur. 3 üstü 6-da 3. Bu da olur 3 üstü 2-də 1. Yəni, kök altda 3. Bilməm, cavabı hansına veriblər? Köklü 3 verilib. Belədir. Aydın oldu. Beşinci sualdır, bax, buna oxşur. Bu A üstü neçədir? Birinci. 2-də 1. Çünki dərəcə 2-dir, üstü yazılmayıbsa 1-dir. Bu A üstü neçədir? 6-da 1. Çünki dərəcə 3, burada 2. A üstü 6-da 1. Vur A üstü 6-da 1 də burada. Bildiniz? Bunlar bir kökün altda deyil deyə dərəcəni dərəcəyə vurmursan. Vurmada da üstlər toplanır. A üstü 6-da 5 olur. Belə. 6-da 1, 6-da 1, 6-da 3. Belə. Keçək öbürsünə. İndi bu bundan gedir qalır -5. -8-in kvadratı bundan gedir qalır -8. Düzüm. Burada nə olur? 3 üstü vurmada üstlər toplanır. Olur -4-də 8. Bu da qalır -2. Düzüm. 3 üstü -2. Nə olur? 9-da 1. Bax, -5-in üstə 8. 3. 9-da 1-dən də nə çıxır? 3-də 1. Cavab alınır 1. Çaşdım 3 yazır. Belə. Oldu. Belə. Deməli, baxaq. Bu 3 üstü 3-də 1-dir. Y üstü 0 nədir? 1-dir. Bu 3 üstü 2-də 1-dir. Bu da 3 üstü 2 üstü 12-də 7-dir. Buna bu gedəcək. Şimdi baxaq. 3 üstü 3-də 1 üstə 6-da 7 2-də 1. Niyə? Vurmada üstlər toplandı, bölmədə çıxıldı. Oldu belə. Buranı 2-yə, buranı 3-ə vuraq. Yəni, görək nə olur. 6-da 2, 6-da 7, 6-da 9, 6 çıxanda 6-da 6 qalır, o da 3 üstü 1 edir. Aydındır. Belə. Dördüncü dərəcədən 243 elə bil 3 üstü 5-də deyəsən. Bu da A üstü 4 vur. A üstü 2. Bu da 5, 4 vur B. Belə olur. Aha.
İndi A da mənfidir. Onu da nəzərimizdə saxlayaq. İndi başdan mənfini çıxarsaq olar da elə. Çünki A onsuz da mənfi çıxacaq da çölə. Düzdür? Sonra indi 3/5 elə bil 3-ün bir dənəsi çıxır, bir dənəsi qalır kökün altda. Düzdür? Bu belə. A üstü 4 A ilə gedir. Buradan bir dənə A çıxır. Buradan da bir dənə B çıxır. Yerdə nə çıxmadı? Bax, bir dənə A kvadratı qaldı. Bir dənə qaldı. B qaldı. Belə bir şey olur. Mən biraz pis yazdım bunu. Mənfi 3AB kök altda 3A kvadratı B kimi bir ifadə olmalıdır. Hansı cavabdır? Ye bən təbii. Prosta orada 4-cü dərəcədir. Mən o 4-ü yadımdan çıxdı, qeyd eləmədim. Oldu belə. Baxın, görün, nəsə bir problem falan yoxdur. Sadəcə orada A üstü 4-ü moduldan çıxardanda mənfi A qoyursan deyə mənfi çıxır qabağa, başqa heç bir problem yoxdur. Bəli. İki vurulsun 3-cü dərəcədən 8-i 3-ə vur, üstə 3 gəl. Nə qədər oldu? 27. Bu getdi. 3 vurulsun 4-cü dərəcədən 81-də 1. 3-cü dərəcədən buradan nə çıxır? 2, buradan da 27-dən də 3 çıxır. 81-də 1-dən 3-də 1 çıxır. Belə olur. 4-cü dərəcədən, yəni 3 üstü 4, 4 aparır. Bu getdi, bu getdi. Mənfi 3 üstə 1, mənfi 2 qalır. Aydındırmı? Belə. 17-də birinci doğrudur sizə. 1 səhvdir. Çünki 2 buranı aparsa belə kök altı, böyük kök altı qalmalıdır. Bu səhvdir. Bununla bu gedəndə bu doğrudur. Bununla da bu gedəndə bu da doğrudur da. Baxın, görün, nəsə çətinlik varsa deyin. Bir daha yuxarıdakında kök tam getmir. Bildiniz? Belə. Bu da oldu belə bir şey. Gəlsin belə. Hə, indi rahat baxaq. Bunu yazaq. Kökdə 3 plus kökdə 5. Bunda kökdə 3 minus kökdə 5. Belə. Üstün üstü vurulmur. Birincinin kvadratı 3, çıx ikincinin kvadratı 5. 5 üstü mənfi 2 olur. 25-də 1. Belə. Oldu. Belə. 21-ə baxaq. Burada mən 2-ni biraz belə yazacağım. Bunda belə. Onsuz da dərəcələri indiyə bir kökdə yaza bilərəm də belə. Düzdür? 2-ni 0.5-ə böləndə 4 qalır. O 4-dən də 2 çıxır. 2-dən 2-dən də bir dənə 2 çıxır. Aydındır. Vurmada üstlər toplanır. Nə olur bu? 5n plus 3. Bununla da bunu toplayanda nə qədər olur? 5n plus 1 deyəsən, hə? 6 ilə 1-in çıxdım, plus 1. İndi bölmədə üstlər çıxılır. 5 ilə 5-in getdi. 3-dən 1 çıxanda 2. O 49. Aydın olmayan nəsə varmı? %24-dən nə olar sizcə? Hansı doğru deyil?
Birbaşa adam gözünü. Niyə variant? Çünki orada, belə deyək də, biz vururduq da bunları. Burada toplama edib. Belə şey yoxdur bizdə qaydada. Hansı qiyməti ən kiçik olar? Hə, bax bu. Ədəd 0 ilə 1 arasındadırsa, ən kiçik olmaq üçün üstü ən böyük olmalıdır. Üstü də ən böyük hansıdır burada? A variantı qutardı, getdi. Yəni, boş yerə baxmaya ehtiyac yoxdur. Buna baxaq. Bu A üstü neçədir? 5-də 2. Dərəcə 5, üst 2. Bu A üstü neçədir? 10-da 1. Çünki dərəcə 2-dir deyək, 2 vur 5, 10. Üstündə heç nə yazılmayıbsa 10-da 1. A üstü -1, 10-da 5 bura. İndi 2-yə vursam buranı, 10-da 4 üstə gəl 10-da 1. Vurmada üstləri toplanır olur 10-da 5. Böl A üstü -1, 10-da 5. Bölmədə üstlər çıxılır. 0, 10-da 5-dən çıxırsan -1, 10-da 5. Bu da nə qalır? A üstü 2. Aydın da belə. Buna baxaq, görək nə deyir burada. 4, 2 üstü 2-dir, dərəcəsi də 4 verilib də. 8, 2 üstü 3-dür, dərəcəsi 6 verilib. Çıxılsın bura. Çıxılsın, 16, 2 üstü 4-dür, dərəcəsi də 8 verilib. Bunlar hamısı eyni şey deyil. Üstləri ixtisar aparsam 2-də 1. 2-də 1, çıx 2 üstü 2-də 1. 2 üstü 2-də 1-də kök altı 2 deməkdir. Baxın, görün, nəyisə bilmədisə deyin. Aydın da. Hansı ifadənin mənası yoxdur? A-da var. Tək dərəcədə. Ümumiyyətlə, tək dərəcələrə baxmırıq. Nə? B-də, bəli. Tək dərəcələrə baxma, onsuz o mənfi də olur, müsbət də. Ona görə bu gedir, bu gedir. Bunlar, yəni onsuz da mənfi də ola bilər, müsbət də ola bilər, sıfır da ola bilər. Cüt dərəcədə mənfi üçün kvadratı müsbət olduğu üçün problem yoxdur. Amma mənfi üçün kubu mənfi 27 olduğu üçün cüt dərəcədə olmaz. Ona görə cavabımız B bəndidir. Yəni əslində bunu götürürük də, belə deyək. Səhv qaraladım. Belə. 4-də 9, 49 böl 10-dur. A üstü -9, 1 böl A üstü 9 sayılır da. 1 böl A üstü 9 sayılır. B üstü 11, vuraq. Kvadrat kökü aparır deyə qalır 49-da 10. A üstü 8. Bu da B üstü -10 olur. O da nə deməkdir? 1 böl B üstü 10. 49, 49-dan 10, 10-la gedir. B-dən 10-da nədir? Gedir, bir dənə B qalır. A-dan 8 dənədir, bir dənə A qalır. Aydın da. Çətinlik yoxdur. Otuz 4-ə baxaq. Üstü 0 olan hər şey 1'dir. 64 2 üstü 6'dır. Bu 3'də 2. Çıxaq 8 2 üstü 3 -1/3'də 1 nə deməkdir? 3'də 4 32'də 2 üstü 5 deməkdir. Bu da 1000'də 1 olduğu üçün 1000'də 1'in yerinə 10 üstü -3 yaza bilərəm. Belə. Gəl baxaq. 1 çıxılsın. 2 üstü 4'dür da bu. 2 üstü 4'dən 2 çıxanda 2 üstü 2 qalır. Çıxılsın. 2 üstü -4 qalır.
Vur 2 üstü 5 də var. Hə, qoy qalsın elədik. 3 3-ü mənfini aparır. Plus 10. 1 çıx 4. Çıx 2. Üstə gəl 10. Belə olur. Vurmada üstlər toplanır. 11-dən alsın 5 qalır burada. Belə. Oldu. Burada 36-da bayaq dedik də ən böyük olması üçün üstü ən burada kiçik olmalı. Tərsi nədir? Üstü ən kiçik hansıdır burada? Y bəndi. X üstü 3/1 sayılırdı o. Bəs 37-dən nədir? Ən böyük ədəd soruşur. Səhvdir. B çünki kəsir. B də deyil. D bəndi. Hə, görmədim. Ən böyük olması üçün bu ədəd 0 ilə 1 arasında olduğu üçün üstü ən kiçiyi götürməlisən. Üstü ən kiçiyi 7/1-dir. Oldu. Belə. Hə, baxa bura. Müqayisə eləmək üçün ümumiyyətlə hamısına eyni dərəcəyə yüksəlsə yaxşı olar. Misal üçün A üstü 12 yazaq. Bu 4/1 üstü 4/1 üstündə 12. Bu bölünür 3 qalır. 4/1-in kubu olur 64/1. Oldu. Bəs B üstü 12 nə olur? 3/1 üstü 3/1 üstü 3/1. Yox 12. Bu getdi 4. 3/1 üstü 4 81/1. C üstü 12 bərabərdir. Bu belə deyək də bir-birinə vururuq elə 64/1 vur 81/1. Məxrəci kiçik olan daha böyükdür. Ona görə burada ən balaca nə olur? C. Məxrəci böyük olduğu üçün kiçik sayılır. Sonra ən böyük də A-dır da. Çünki 64/1 məxrəci kiçik olan daha böyük sayılır. B də ortaya düşür. Artan sıra CBA C bəndi. Oldu. Bilmədisə soruşun. Bilin. 2 vur olsun. Burada 6-cı dərəcədən elə bil belə deyək. Modul A çıxır. Buradan A çıxır. Buradan kvadratla gök gedəndə modul A çıxır. Belə. 2 vur olsun. Modul A'dan mənfi A. Sizcə A. Modul A'dan mənfi A. Belə çıxır. Demək olur, mənfi 2A üstə gəl A. Üstə gəl A. 0. Belə alınır. Hə. Bu 4 üstü 1'dir. Üstündə 12 var. 12'nin sıfırında 4 olur 256. 4 üstü 4. 5 üstü 12 bərabərdir. 6 üstü 4'də 1 üstündə 12. 6 üstü 3 o da olur 216. Bu da olur neyse de o 280 qalır. Çünki onsa bunun 12'sini aparacaq 12, qalacaq bu ifadə. Ən balaca deməli B'dir, orta A, böyüksə BAC. Deməli. Belə. Qırx-dörddə. Maraqlı sualdır. Bunları qulaqsın, sonra icra eləməyəcəm, xəbəriniz olsun. Sonra sabah gətirib sual versəz, deməyəcəm.
Hə, deməli, baxın, kvadratla kök gedir, Hə. modula qalır. 3 ilə 3 gedəndə amma adi qalır. Tək dərəcədən A çıxır, cüt dərəcədən modula çıxır. İndi A mənfidirsə, o qabanı ki, mənfi müsbət verməliyəm. Bir dəqiqə, bunu da yazım deyirəm. Nə? A mənfidirsə, tək dərəcədən çənin mənfi çıxıb qabanı. Tək dərəcədən nədirsə o çıxır. Yəni 7-dirsə 7 çıxacaq, mənfi 7-dirsə mənfi 7 çıxacaq. Ona görə A-dan nədirsə elə özü çıxır. Cüt dərəcədə bir dənə işarə dəyişə bilər. O da mənfi 7-dirsə müsbət 7 çıxa bilər. Misal üçün. İndi A mənfi olduğu üçün mənfi çıxır hamısında. Fikir verirsiniz. Ondan sonra bunlar dəymirik. Bunlar öz yerində qalır. Sadəcə modulalardan mənfi A çıxır. İndi bu neçə olur? Mənfi 99A olur. Yəni burada sıra 2-dən başlayıb 100-də qutarıb. 1-dən başlamayıb da, bildiniz? Belə. 45-ə də baxaq keçən sual. Deməli, burada 6-cı dərəcədən yüksəlsəm, 2 üstü 3-də 1 üstü 6, A üstü 6-da 1 üstü 6, 3 üstü 2-də 1 üstü 6. Burada bu olur 4, bu olur A, bu da olur 27. Oldu? Hə. A-nın ala biləcəyi tam qiymətlərin cəmi. Belə deyə, ora mənfi ola bilməz də. Biz onu əslində üslü funksiya da keçmişdik ki, bura nə olur həmişə? Müsbət. Yəni, A açıq 2, 0-dan böyük bərabər, A oldu 2-dən böyük bərabər. 7 çıxa məsələsi elədir ki, burada mənfi vardı ya, 1 böl halına dönür. Belə bir şey olur. Onda 7 çıxa 0-dan böyük, belə. Bu məxrəzli olduğu üçün 0 götürmürük. Cavab nə olur onda? Bir dənə cavabına baxın bunun. Görün, düzdür mən. Nəsə bir səhv çıxar birdən. Baxın, hər ehtimal yəni birdən. Belə. Yəni, burada diqqətsizlik etməmişik. Belə. Hə, bax bu sual. 2 vur olsun. Bunu mən sizə öyrətmişdim ki, 7 plus 4 kökdə 3. Mən bunu 2 vur 2 kökdə 3 yaza bilərəm də. Hə? 2 kökdə 3 kökdə 12 demək deyil. Vuranda 12 toplayanda 7 nə olur? Kökdə 4 ilə kökdə 3-ün mötərizə kvadrat. Burada nə olur? 2 plus kökdə 3. Aydındır? Bir dənə buranı ayda səhv yazın. Qalsın. Mən nəyi siləsiydim buranı. 2-ni də vuranda bura olur 4 plus 2 kökdə 3. Düzdür? İndi bura baxaq. Bu nəyin düsturudur? Kökdə 3 nə? Plus 1. Vuranda 3, toplayanda 4. Bunun məsələsi nədir? Bax, bir daha deyirəm. Kökdə 3-ün kvadratı 3, 1-in kvadratı 1. Topladın 4 oldu. Bunun buna hansının 2 qatı buradır? 2 kökdə 3. Söküz.
Oldu. Nə çıxır? Üç üstü altta bir çıxır da orada. Onu sən toplayamazsan ki. Elə şey olmaz. 3 üstü 6'da 1 çıxır. Nə qalır orada? 3 üstü 6'da 3 üstü də. 6'da 2'si qalır. 3 üstü 6'da 1 də 6'da 1'ə böləndə belə bir şey qalır, hə? Ayda da çaşdım. Hə. Bu 3 üstü 3'də 1 plus 1. Belə bir şey olur. Çıx 1. Bu bundan gedir onsa. Eyni şeydir. Hə, düzdür. Plus minus al. Burada 6'da 1'dir. Yenə sildi özünü. Yoxsa mən yazmadım. Hə. 3 üstü 6'da 1 çıxaq 1. Bir də 3 üstü 6'da 1 plus 1. Birincinin kvadratı 3 üstü 6'da 2 çıx. Birin də kvadratı 1. Oldu belə. Bundan bu gedəndə 3'də 1 qalır. 3 üstü 3'də 1 çıx 1. Çıx 3 üstü 3'də 1. Cavab nə qalır? -1. Aydın da. Hə. Burada 0 olmaq üçün ayrı-ayrı 0 götürməliyik. 3z 9 bərabər 0. 2x plus 3z çıx 11 bərabər 0. Bir də 5y çıxaq 7z üstə gəlir x bərabər 0. Niyə 0? Çünki burada hamısı müsbət ədəddir. Müsbətləri toplayıb 0 ala bilməzsən. Ancaq 0 olduqda alınır. Onda nə olur? 3z olur 9, z olur 3. Düzdürmü? Necə qoyaq burada yerinə? 3z, 3 vur 3, 9, çıx 11, bərabər 0. 2x bərabər müsbət 2, x-dən olur 1. İndi 5y çıxaq 7 vur 3, 21. Üstə gəl 1 bərabər 0. 5y bərabər müsbət 20, y-dən nə düşür? 4. 3, 1, 4, 8 edir cəmi. Belə. Keçsi 51-ə. İndi uşaqlar 6'da 1 nə deməkdir? Yəni 6-nın zərrəsindən kök 6'da. Birincisi məxrəc 0 olmur, ikincisi də cüt dərəcədən kökün 6 mənfi olmaz. A kvadrat çıxaq 7, A çıx 8, 0-dan böyük olmalıdır. İndi belə deyək, köklər. Burada nəsə normal ədəd çıxmır. 81 çıxır. A1 bərabər, bura 7 üstə gəl 9, 2 vur 1, 8, 7 çıx 9, 2 vur 1, olur -1. -1 olur. -1 ilə 8 arasında səslanır. 0 atdıq tutaq ki, -8 0-dan böyükdür. Xeyr, ödəmir də. Düzdürmü? 0 qoyanda 0, 0, çıx 8. -8 0-dan böyük deyil, ödəmir. Deməli, sonsuzluqdan, amma bizdə nə deyir orada sualda? Hansı ən kiçik natural qiymətində? Orada ödəmirsə qıraqlar ödəyir, ən kiçik naturalda 9 düşür. Bu yanda natural yoxdur, bu yanda natural, o da 8-dən böyük, 9 var da ən kiçik. Belə.
53-ə də baxaq. Hələ ki, bir balaca vaxtımız var. 4 ilə 4 gedir, qalır modula çıx 3. 3 ilə 3 gedir, qalır 2 çıx 1. Bir də kvadrat kök aparır, qalır 2 çıx A. Əslində, buranı modulda yazmasam da olar. Niyəsini deyim sizə. Çünki bunların üçündən birində işarələr nəyə görə təyin edəcək? Bura görə. Kökün altına olmaz, mənfi olmaz. Ona görə A2-dən böyükdür. A2-dən kiçikdir. A2-dən kiçikdirsə, onda bura olur 3 çıx A. Üstəgə 2 A çıx 1, üstəgə 2 çıx A. 2 A'dan A çıxırsan, bir dənə daha çıxırsan gedir. 3 çıx 1, üstəgə 2 də bu da 4 edir deyəsən. Baxın, nəyisə bilməzsə deyin. Amma işarəni bilin ki, burada kök 6-ya görə təyin olunur o. A-nın 2-dən böyük və yaxud da kiçik olmağı. Oldu? Həndəsə orta yadımızdadır. Neynirdik? Sayı qədər dərəcə yazır. Bəli, vururduq elə bil. Kök altda. Hə. Birincinin kvadratı 361, çıxar ikincinin kvadratı 16 vur 15. 16-nı 15-ə vuran 240. O da 121 edir. 121-dən də 11 çıxır. Düzdür? Deyəsən, bir dənə ya 2 dənə sualımız qalıb. Nəysə, vaxt gezdir.